Bəli, böyük qayıdış çərçivəsində öz doğma yurduna qayıdan sakinlərimiz barədə məlumatımız var ki, nəzərinizə çatdırmaq istəyirik. İşğaldan azad edilən ərazilərə böyük köç davam edir. Bu mərhələdə Xocavənd şəhərinə 46 ailə, 177 nəfər, Xanoba kəndinə isə 19 ailə, 89 nəfər köçürülür. Köç edənlər Respublikasının müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir ki, hörmətli telesəhər tamaşaçıları, həm görüntüləri sizə təqdim edirik və nə xoş bizə ki, işğaldan azad olmuş torpaqlarımıza bayram ab-havası da artıq yaşanacaq. Çünki bax, ora qayıdan sakinlər mütləq bizim elə gözəl adət-ənənələrimizi orada davam edəcəklər, yaşadacaqlar və hər kəs böyük məmnuniyyətlə çalışacaq ki, bayramı unudulmaz keçirsin. Bəli, biz illərdir arzulamışıq ki, məhz milli bayramlarımızı Qarabağımızda qeyd edək və artıq bir neçə ildir ki, Novruz tonqalı, Novruz adət-ənənələri işğaldan azad olunan ərazilərdə də yaşadılır, qeyd olunur.